Ümumiyyətlə, sosial şəbəkələr içərisində mənim ən sevdiyim layihə YouTube-un layihələridir. Çünki YouTube intellektual, elmi, fəlsəfi bütün sahələrdə maarifləndirici bir platformadır. Yəni, YouTube-dan biz öyrənəcəyimiz çox şey var. YouTube içərisində isə xüsusən seçilən layihələr var ki, onlar içərisində hekayə qutusu mənim ən bəyəndiyim layihədir. Burada artıq söz deməyə ehtiyac yoxdur. Burada iştirak edirəmsə, demək ən bəyəndiyim layihələrdən biridir ki, burada iştirak edirəm. Burada ən böyük xüsusiyyət ondan ibarətdir ki, özünü həyatda tapa bilməyən və gələcəyinə ümidi olmayan insanlar bu layihədə çox böyük gələcək vəd edən motivasiyalarla üzləşir. Hətta başqa-başqa insanların hekayə qutusundakı çıxışlarına baxıb, altda rəy yazan insanlar var ki, bir gün burada da mən öz çıxışlarımı edəcəm, bir gün mənim adım da burada keçəcək. Bu, həqiqətən insana həvəs verən, ruh verən bir vasitədir. Digər tərəfdən, bu layihədə iştirak edən insanların əksəriyyəti həyatda çətinlik görmüş insanlardır və bugün sözün həqiqi mənasında ağ günə çıxmış insanlardır. Ona görə də çətinlikdən ağ günə çıxmaq xoşbəxtlik göstəricisi kimi önəmlidir. Necə ki, soyuq və isti münasibət, soyuq münasibət, qorxu, sevgi, bir-birini əks təşkil edən çoxlu həyat faktları var. Onlar ikisi bir arada olub, bir digərini əvəz edəndə həyat maraqlı olur. Elə də hekayə qutusu layihəsi bir insanın həyatının ilkin mərhələdə çətinlik dövrü, ikinci mərhələdə onun zirvələrə qalxış dövrü. Bu, gəncləri həvəsləndirən, gələcəyə səsləyən ən böyük layihə kimi mənim diqqətimi çəkir və belə də davam etməyinizi sizdən xahiş edirəm. Daha böyük nəticələr ümidi ilə.